Mübarək Ramazan ayının 21-ci gününün duasını deyirik. İlahi, bugün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər. Bugün şeytanın mənə hökmranlıq yollarını bağla. Cənnəti mənim üçün mənzil və aramgah et. Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah. Duada şeytanın mənə hökmranlıq yollarını bağla sözü keçir. Əslində şeytan daha çox mömin insanlara tələ qurandır. Bizi nəfsimizin şərindən qorumağı Allahdan istəyək və şeytan da əgər kiməsə maneçilik törədirsə, bilsin ki, oğru boş evə girməz. Səndə bir ləlcəvahirat var ki, o səndən onu oğurlamaq istəyir. Allaha sığınmaq lazımdır və Allaha təvəkkül etmək lazımdır şeytanın şərindən.